Bugünkü pasientimiz hər kəsin tanıdığı Mətədat xanım İskəndərli. Əməliyyatdan bir müddət sonra pasientə tam üzgərmə əməliyyatını icra eləmişik. Dərin plan üzgərmə, endoskopik qaş qaldırma, endoskopik orta üzgərmə, boyun gərmə əməliyyatı icra eləmişik. Bir də plastik əməliyyatlarda önəmli olan məsələ nədir? Pasient başqa bir adama çevrilməməlidir. Çoxları məsələn yanlış anlaşılır ki, həkim deyir ki, səni təbii eləmişəm və insanların beynində də belə bir fikir formalaşıb ki, məsələn təbiidirsə demək fərq yox. Təbiilik əslində qalsa o deməkdir ki, fərq var və bu təbii sürətdə baş verir. Yəni insanda dəyişiklik qlobaldır, amma insan özüdür. Çox həyəcan keçirdirdim, yəni amma inanla gəlmişdim yanınıza. Bilirdim gözəl olacaq. Gözlədiyimdən doktor çox gözəl oldu. Amma mən istəyirdim ki, təbiilik qalsın, istəmirdim ki, mənim cizgilərim dəyişsin. Siz bu nəticəni 100% elədiniz. Özü dedi ki, mən sizi 20 yaş cavanlaşdıracağam və öz təbiiliyinizdə qalacaq. Mətanət dəyişməyəcək. Doktor, elə bir toxunuşlar etmişsiniz ki, maşallah, şüşə kimi deyirlər də buna. Bir dənə cizgi, xət heç nə qalmayıb. Əməliyyat olunub da, görürəm tikiş yoxdur. Özündən soruşdum ki, doktor, bəlkə eləməmisiniz? Bax, özüm tikiş tapa bilmirəm. Məsəl üçün, üzgərmə eləyən zaman sadəcə dərini dartırlar. Dərini dartıb tikirlər və orada dəriyə güc düşür. Dəriyə güc düşdüyü üçün də orada kobud iz qalır. Biz dəriyə güc salmırıq. Biz əsas dərin toxumalarını işlədiyimiz üçün dərin toxumaları çəkirik. Ondan sonra artıq dərin nə qədərdir, o qədər sadəcə xaric edilir. Bir də orada müəyyən texnikalar vardır ki, hansı ki, bizim yollar olmasın. Bu sizin möcüzənizdir. Bu dəhşətli bir, bu inanılmaz, bu möcüzədir. Allah sizi mənim qarşıma çıxartdı, mən sizə minnətdaram. Mənim gözəl doktorum.